Bugün neçə müddətdən sonra maşın sidenikini söküb, maşının sidenikin altın tozsoranlamaya qərar vermişəm. Və maşının altından nələr çıxdı, nələr, ilahi. Dəhşətizm. Yəni bunu 2 il bundan qabaq bir dəfə eləmişdim. Yəni yenə bax bu. Buna bax taksidə maşının qaldığı vəziyyət qardaş. Bugünkü günü reallıq. Və indi bu sidenikdə sökəcəm, için təmizləyəcəm inşallah. Bir də söküb təmizləyəndən sonra sizə göstərəcəm nə var, nə yox. Bunu. Dəddəcə. Kimsə buna da saqqızı çiğnəyib atıb bura. Özünə hörmət eləməyən müştərilərdən hansıdırsa. Buraları da indi açıb düzəldəcəm inşallah. Buna gül kimidir buna bax. Bu biri sidenikimizi də söktük. Neye baxın baxın. Sigaretlərə bax. Allah. Oy. Sigaret sök. Bunun içi indi bu vəziyyətdədir. Bu tərəfi. Arxa sideniklərini sökmüşük. Qəşək. Sideniklər oradadır, deyə oradadır. Bir orada. Bir də orada. Qəşək. Maşının polu oldu tərtəmiz. Yəni ləvazimatlarımız az olduğuna görə əlimizdən gələn budur. Əslində təmizdir. Bu niyə belə göstərir kamerada bilmirəm.